Buradan müraciət edirəm təbii ki, cənab prezidentimiz İlham Əliyevə, Azərbaycan Respublikasının prezidentinə və sonra isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, sonra korrupsiya ilə mübarizə xidməti baş idarəmizə. Bilirəm ki, bu dövlətin qanunları da var, haqqı da var, ədalət də var. Yəni adın sadaladığım şəxslərə mən həqiqətən də güvənirəm. Söhbət Şirvan şəhəri kollecindən gedir. Təbii ki, orada həmişə kimi öz başlançılıq baş alıb gedir. Bu yaxınlarda orada bir kollecdə oxuyan qız tələbə oranın sanitar qovşağı ayaq yolu ilə bağlı bir paylaşım edib. Yəqin ki, görürsünüz, vəziyyət də pis, vəziyyət bərbad. Orada təmir işləri gedir, nəyə görə təmir olunmayıb, ora ayrılan materiallar hara gedir, indi o öz yerində, o nəysə. Orada Şirvan profili belə bir yazıb, profilin adı Şirvandır. Sizcə vezlər nədir? Yox, təbii ki, fikirləri tələbələri kəsməkdən başqa heç nə deyil. Bir kollec ki, bir də bunu deyim ki, əgər tələbə imtahanın düzgün vermirsə, hazırlaşmırsa, o heç kəsilməlidir. Tələbə öz savadı ilə semestr imtahanını keçməlidir, o heç, öz qaydasında. Tələbələri kəsməkdən başqa heç nə deyil. Bir kollec ki, qrupun otağın uşaqlara, söhbətə baxın. Qrupun otağın uşaqlara təmir etdirir. Nə gözləyirsiniz oradan? Oranın tələbəsidir, şikayətini bildirən. Başa düşmədim. Oranın nə qədər tikinti materialları ayırıb, otağın təmiri ilə bağlı tələbələrdən niyə pul yığılsın? Bir deyək ki, aktiv bir profildir, Orxan və Zəhra. Belə bir profildir. Yazıblar ki, pul yığmaqdan başqa nə bilirlər ki? Pul söhbəti dayanmır burada. Həqiqətən də bu kollecə korrupsiya nəzarət etməlidir. Güvənirik biz o idarəyə. Bir deyək ki, Aynur 3454 belə bir şikayətin bildirib. Məndən 500 manat pul aldı, sözün açığı ərim apardı, verdi qiymət pulun Məlikova xatirəyə. İndi xanım orada səhv yazıb, Xalidə yazıb, Məlikova xatirə. Xanım özü mənə direktimə də yazıb. Deyir, şikayətçiyəm, inşallah mənə köməklik eləyərsiniz. Bir profildə yazıb ki, o gün qızım gəldi, müavin müəllimələrə tapşırdı ki, uşaqları düşürt kollecin həyətinə, qadağlar yığılsın. Biz də düşdük aşağı, yerə düşən qadağları yığdıq, o tikinti gedir, söhbət odan gedir, sözə baxın. Uşaqlar qadağları yığıb, qadağlar sonra karufqaya yığılıb, gedib ambara. Başa düşmürük, biz ora övladımı qadağ yığmağa göndəririk, yoxsa necə? Yəni, bu şikayətlər dayanmır. 2 dənə orada işləyən xadimə anonimlik dedi, qorunsun. Kimdən şikayətçidirlər? Təsərrüfat işləri üzrə direktor müavini. Yəqin ki, görürsünüz şəklin. Bizdən pul yığılır 60-70 manat. Nə bilim, işimizlə bağlı, sonra nə bilim, əşyaların alınması ilə bağlı xadimələrdən. Bizi çox sıxırlar. Təsərrüfat işləri üzrə direktor müavini. Bu gördüyünüz şəxs. Bilirsiniz, söhbət nədən gedir? Pul yığımı ilə bağlı mənə 33 ailə yazıb ki, mən və mənim yoldaşım pulu verirlər əyani şöbə müdürü Elnarə İmanovaya. Axırıncı sözüm budur ki, mən buradan cənab prezidentimə, prezident aparatının nümayəndələrinə, təhsil şöbəsinin nümayəndələrinə, baş prokurorluğu, korrupsiya ilə mübarizə xidməti, mən Mirabbas Xuduzadə ilə diyaloqa keçilsə, ünsiyyət qurulsa, 33 ailə, 30-dan yuxarı ailə şikayətçidir. Və o 2 xadimən hamısını sizin qarşınıza qoyuram. Mən, Mirabbas Xuduzadə. Burada ötbastır olunur. Məlumat ətrafa, kənara çıxmasın, mətbuata çıxmasın. Amma mən qanuni formada bunu işıqlandırıram. Yəqin ki, bu da dövlət qurumlarının qarşısına çıxar, mənlə diyaloqa keçirlər, mənlə ünsiyyət qururlar. Mən də bütün şikayətləri deyəcəm. Çox sağ olun, minnətdarım. Var Azərbaycan ölkəsi, var onun qanunları.